Ölkəmizdə pensiya qanunvericiliyində bir sıra kateqoriyalar müəyyən olunub ki, bu kateqoriyalar uyğun olan kişilər daha erkən dövrlərdə pensiya hüququ qazanır. Maraqlıdır, 65-dən tez pensiyaya hansı kişilər çıxır? Dövlət Sosial Müdafiə Fondunun Departament Müdiri Rəşad Mehdili bizim media açıqlamasında pensiya yaşı azaldılan şəxsləri sıralayıb. Məsələn, qadın vəfat etdiyi, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nigaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsinə məhrum olmuş 8 yaşındakı övladlığa və ya qayyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin uşaqlarının 8 yaşınadək sağ olması şərti ilə yaş həddi 5 il azaldılmaqla pensiya hüququna baxılır. Bundan başqa əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququnu verən sahələrdə 12 il 6 ay çalışmış kişilərin fərdi hesabından minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var deyə o bildirib. Rəşad Mehdili eyni zamanda diqqətə çatdırıb ki, bir çox hallarda pensiya yaşı 15 il azaldıla bilər. Mülki aviasiya uçuş və uçuş sınağı heyətində işlə əlaqədar vəzifələrdə çalışan kişilər həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.